Salam uşaqlar, hər vaxtınız xeyir olsun. 31-ci suala kimi gəlmişdim izahını, amma hələ paylaşmamışam. 31-ci sualdan başlayaq. 31-ci sualda bizdən soruşur ki, görməyəsiniz sözü feilin hansı şəklindədir? Gör sözün köküdür, mə inkardır, y bitişdirici görməyə, arzu, siniz şəxs onluğudur. Lazıma bənzəyir, ancaq bu görməyəsiniz. Bunu çevirsək təsdiqə, görəsiniz. Bu zaman gör sözün kökü görə arzu şəkli, siniz şəxs onluğu olacaq. Cavab olur burada arzu şəkli. Oxuyasınız sözü feilin hansı şəklindədir? Aha, 32-də oxuyasınız. Oxu sözün köküdür uşaqlar. Oxuya arzudur, sınız şəxs onluğudur. Lazım olsaydı oxuya, oxuyası, ası, sınız olmalıydı. Oxu sözün kökü, oxuyası, ası, sınız da şəxs onluğu. Belə olacaqdı. Cavab burada arzu şəklidir. Biri saydan düzəlmiş feildir uşaqlar. Burada bir dənə say olan azdan azalmaq olacaq. Bu enməkdən endirməkdir. Burada yaxşıdan yaxşılaşmaqdır. Burada düzmək feilindən düzülməkdir. İrəli zərfindən irəliləməkdir. Biri sifətdən düzəlmiş feildir. Burada vida ismindən vidalaşmaq düzəlib. Burada sənaye ismindən sənayeləşmək düzəlib. Söz ismindən sözləşmək düzəlib. Dərd ismindən dərdləşmək düzəlib. Bəddən bədbin düzəlib. Bədbin necə? Bədbindən bədbinləşmək feili düzəlib. Cavab olacaq B variantı. Sadə feillər deyəndə uşaqlar, ümumiyyətlə sadə deyəndə bir kökdən ya kök qrammatikdən ibarət olacaq. Və bunun kökü dardır. Dar necə? Dar olur, darıxırsan. Dardan darılmaq, nə bilim, darddan dartınmaq. Bu düzəltmədir. Baxaq, dillə diləyirik. Bu düzəltmədir. Dincdən dincəlirik, düzəltmədir. Çaldan burada nəsə görməkdən görülmək düzəltmədir. Amma əydən əymək sadədir, göndərmək sadədir, çalışmaq sadədir. Sonra deyir sadə feillər yenə cərgəsini bozdan bozarmaq, burada düzəltmə var. Yazdan yazışmaq, düzəltmə var. Oturmaq sözündən oturtmaq, bərkdən bərkimək, bərkiməkdən bərkitmək, didməkdən didişmək, alçal sadə, barış sadə, yarış sadə. Yardan yarış olmur, bardan barış olmur. Ona görə cavab olur E variantı. Birində imiş hissəciyi köməkçi sözü feilin lazım şəklini artırılıb. Və burada acaq var, zamandır, xəbər şəklinə qoşulub. Baxır imiş, zamandır, xəbərdə. Sonra baxmalı vacibdir, baxsa şərtdir, bax ası lazımdır. Cavab olur B. Arzu şəklinə imiş qoşulub, alır, zamandır, alsa şərtdir, almalı imiş, vacibdir. Sonra alacaqmış, acaq zamandır. Burada qoşulub kaş alaymış. Ala arzu şəklidir, E variantı. Sonra xəbər feilin indiki zamanında olan cümlə. Xəbər feilin indiki zamanında. Deyir, bülbül zar zar ağlar, ağlayar dəstində. Bu belə yazılmalıdır. Ağlayar. Və bu qeyri-qəti gələcək zamanda ağlamaq, r burada zaman şəkilsidir. Bu qeyri-qəti gələcəkdir. Sənə görə gedib evin istisində oturum. Gedərək bu feili bağlamadır. Oturum burada zaman yoxdur, əmr şəklidir. Qurbağaların qurultusu aləmi başına götürmüşdü. Götürmüş idi, yoxdur burada. Burada da yoxdur, zamanda keçmişdi. Bax, mı inkar, zamandı idi hissəci, E variantı. Hansı cümlədə keçmiş zamanda işlənmiş feil var? Çox uzaqdan eşidirdi vətənimin gür səsini. Bax, eşidir idi. Burada indiki zamanda di idi hissəcidir. Araqçının məndədir, sərmişəm, sərmişəm. Burada miş keçmiş zamandır. Cavab B-dir. Keçmə burada əmr şəklidir.
Yaşadır, yaş, yaşamaq, yaşatmaq, yaşadır. İndiki zamandır. Qaranquşlar yazda ellərə salam deməyə gəlir imiş. Burada gəlir indiki zamandır. Yəni belə yazılıb. Gəlirmiş. Burada ir indiki, miş imiş səcidi. Feillərdən biri keçmiş zamandadır. Gülməli vacib şəklidir. Qalar qeyrgəti gələcək zamandır. Sevir isə, sev, ir, isədir. İndiki zamandır, sə, isədir. Deyir, indiki zamandır. Danış sözün kökü danışdı zaman, keçmiş zaman mı şəxs-onluğu cavab C variantı. Hansı feil məhçul və qayıdış növlərdə eyni şəkilçi qəbul edir? Deməli, bu olar bəzənmək sözü. Çünki bəzəndi, otaq bəzəndi, məhçulda n. Qız bəzəndi, burada da qayıdış növü olacaq. Amma məchulda olanda yuyuldu, məchul, yuyundu, qayıdış. Döyündü, qayıdış, döyüldü, məchul. Deyildi, illə olanda məchuldu, deyindi, illə olanda qayıdış. Deyir, oğlan tələsə-tələsə gedir. Arabir arxaya baxır. Sonra sürətini daha da artırırdı. Burada deyir, qrammatik məna növü nədir? Bəzən uşaqlar baxır ki, özü gedir, özü baxır, özü artırırdı, qayıdışa bənzəyir. Ancaq qayıdış növdə deyil. Çünki qayıdışın şəkilçisi yoxdur burada. Ümumiyyətlə, heç bir növün şəkilçisi yoxdur bunlarda. Artmaq, artırmaq, artırır idi. Yəni, heç bir növ şəkilçisi yoxdursa, həmin feillər olur məlum növdə. Feillər hansı zamandadır? Ağladırsan, ağlamaq, ağlatmaq, ağladır, isən. Burada ır, zaman, xəbər şəklindədir bu. Güldürürsən də zaman xəbər şəklində, xəbər var. Və keçmiş, daha doğrusu keçmiş xəbər şəklindədir. Yəni, ırdır, indiki zamanda. Çeşmim yaşı sildirirsən, cəllat kimi öldürürsən, o göz, o qaş ilə məni. Hamısı indiki zamanda. Öldürürsən, sildirirsən, güldürürsən. Feildən düzələn feillər gizləmək sadədir. Bozdan sifətdən düzəlib getdi. Ağ sifətindən düzəlib bu da getdi. Hal ismindən düzəlib, hirs ismindən düzəlib bu da getdi. Yazmaqdan yazılmaq, tutmaqdan tutturmaq cavab olacaq B variantı. Sifətdən düzəlmiş feillər burada şübhə ismindən düzəlib bu getdi. Yazmaq feilindən düzəlib bu da gedəcək. Yuxu ismindən düzəlib bu da getdi. Kədərdən düzəlib bunu da çıxdıq. Bozdan bozarmaq, açmaq, açıqdan açıqlamaq, yəni açıq sifətindən düzəlib açıqlamaq feili olub. Sonuncu leksikdən əvvələ baxacağıq. Bu da açıq sifəti qalır. Keçmiş zamanda olan feillər cərgəsi alır idi. İndiki zaman. Birinci hansı qoşulubsa feil həmin zamandadır. Yazar, qeyri-qəti gələcək zaman getdi. Alır, imiş. İndiki zaman imiş hissəci. Sonra alar, qeyri-qəti gələcək zaman. Görmürsə, indiki zaman bu da getdi. Gətirdi, apardı, götürdü. Hamısında d var, birbaşa qoşulub, şuri keçmiş zaman. Atılıb düşmək, yazıb pozmaq, gəlib getmək, mürəkkəb feilləri hansı yollarla əmələ gəlib? Atılır, düşür, yazır, pozur, gəlib gedir, antonim feillərin birləşməsi ilə əmələ gəlib. Nümunədəki feillər hansı şəkillərdədir? Bu nədir? Bunu oxusam halaldır mənə. Dedi sinəsinə çaylar axmasa, dənizlər itirər dənizliyini. Cəsarət üstümdə şahə qalxmasa, Təbriz itirəcək Təbrizliyini. Halal olsun. Mən bunu nətər oxudum. Feillər hansı şəkillərdə? Axmasa, sasə şərtdir. İtirər, burada da zaman var. Qeyri-qəti gələcək zamandır. Zamandırsa xəbər şəklində olacaq. Deməli, şərtlə xəbər B variantıdır. Təəssüfləndirirdi ilə bağlı səhv istəyir bizdən. Təəssüf sözün köküdür. Təəssüflənmək leksikdir. Təəssüfləndirmək leksikdir.
ir zamandı, di idi hissəci idi. Təəssüfləndirir idi. İcbar növdədir. Qaz feildən düzələn feildir. Təəssüflənmək, təəssüfləndirmək, hə bu düzdür. Xəbər şəklindədir, indiki zamandadır. Bu da düzdür. Düzəltmə feildir. Lən, dil, leksik şəkilçilərdir. Bəli, təəssüflənmək, təəssüfləndirmək düzdür. Üçüncü şəxsin təkindədir. Bəli, təəssüfləndirir idi. Yəni o. Bu da getdi. İcbar növdə deyil. Yəni kiməsə yönləndirmirsən ki, kiməsə etdirmirsən. O məni təəssüfləndirirdi. Özün üstündə də edə bilərsən. Yəni bu icbar deyil, məlum növdədir. Məlum. Hə. Hansı sıradakı bütün sözlər idi və ya isə köməkçi sözü ilə işlənmişdi? Bax, qaçdı, burada qaçdı, zamandı. Bunu çıxardım. Sonra uzaqlaşmışdı, gəlməsə də birbaşa gəlib deyə şərtdir. Bunu da çıxardım. Sonra görsə, burada birbaşa şərt görsə, bunu da çıxardım. Aparsa, burada da sa birbaşa şərtdir. Qopdu isə, uzaqlaşmış idi. İnkar, zaman almır idi. Burada da işlənib C variantında. Sonra kökü feil olmayan, amma feildən düzələn sözü müəyyən edirik. Burada qan ismindən qanamaq düzəlib. Qanamaqdan qanatmaq düzəlib. Yəni kökü isimdir. Qanamaqdan qanatmaq düzəlib. A-nı götürəcəyik. Kökü feil olmasın, amma feildən düzəlsin. Üzmək, üzülmək kökü feildir. Bu olacaq. Yaş, insanın yaşı. Yaşdan yaşamaq, yaşamaqdan yaşatmaq. Kökü yaş ismidir. Yaşamaq feili düzəldir. Yaşamaqdan da yaşatmaq düzəldir. Cavab olur D. Məlum növdə olan feil. Məlum növdə olan feil deyirsə, yazıldı məchul növdədir. Qaldı məlum növdədir. Utandı məlumdur, sehirlədi məlumdur. Tutuldu məchul qayıdış ola bilər. Sonra döyüşdü qarşılıq birgəlik ola bilər. Yudurtdu icbar növdür. Cavab qaldı B variantı. Hə. İsə hissəci haqqında fikirlərdən biri doğrudur. İsə hissəci dır şəkilçi keçmiş zamanla işlənə bilmir. Məsələn, niyə gəldi isə işləndi. İsə hissəci feilin arzu şəklinə dartırıb. Gələ isə olmur axı. İsə köməkçi sözü həm idi, həm demiş hissəci ilə işlənmiş feilləri qoşulub. Gəlmişsə, gəldisə, gəlirdisə, gəlirmişsə olar, hə. Feilin şərt şəklini artırıla bilmir. Gəlsə isə olmaz. İsə hissəci şəxs şəkilçisindən əvvəl işlənir. Yox, gəlsin, yox, olmaz. İcbar növdə olan feil burada deməli, baxım elə, öldür ələskəri burada yoxdur. Bəsləyir, yandırır, yoxdur. Can yandır. İşıqlandır, yoxdur. Tikdiribsən, qəsr. Qəsr qala deməkdir. Kiməsə tikdirmək, tikmək, tikdirmək budur. Sonra hansı cümlədə əmr şəklində olan feil işlənmişdir? Əmr istəmədim. Bax, burada D var, zamandır, xəbər şəklində. İstəyirəm, burada da ir var, xəbər şəkildə. İstəyərdim, zaman var, xəbər şəkildə. Sonra istədiyim kimi edəcəyəm, acaq-acaq, zaman var, xəbər şəkildə. İstəmirəm, yad qayda, bitim. Burada bitim əmr şəkildə E variantı. Xəbərlərdən birində indiki zaman idi köməkçi sözü ilə işlənmişdi. Deməli, o məni evədək ötürdü, ötmək, ötürmək, ötürdü, şuhudu keçmişdi. O çoxdan gəlmiş idi. Elə budur. Bu işlər mütləq görməlidir. Görməlidir. Burada yoxdur. Rəssam dəyərləndirirdi. Dəyər, dəyərlənmək, dəyərləndirmək, dəyərləndirir idi. Aha, indiki zaman, indiki zaman. Burada keçmiş zaman düzünü sayın. Dəyərləndirir idi. Cavab D. Sizə çatası kitabları bugün gətirdim. Burada zamandır. Xəbərlərdən birində keçmiş zaman imiş köməkçisi ilə işlənib. Aygün onun işlərinə heyran
qalır imiş. İndiki zamanla işlənib. Məzarı kişi cavan oğlan kimi geyinmək, geyinər imiş. Gələcək zamanla işlənib. Bu barədə anasından sorur, acaq imiş. Acaq gələcək zamandır. Hər yerdə qəribə naxış salıbmış, salıb imiş. Burada imişdir. O hər şeyin düzünü deyərmiş. Yəni bizə keçmiş zaman elə dedi. Deyər imiş. Hansı nümunədə şəxsə görə dəyişməyən feil işlənmişdir? Şəxsə görə dəyişməyən, təsriflənməyən feilləri deyir. Görünür deyiləsi sözü çoxdur. Bax elə necə sözü, əsə, hansı, necə sualına cavab versə, feili sifətdir, təsriflənməyəndir, şəxsə görə dəyişmir. İnanın ki, bugün sizə gələsiydi, bu lazım şəkildir, dəyişir. Başlamalıdır, vacibdir, dəyişir. Qalası lazımdır. Getmi inkar, ərzaman, əmdə şəxs onluğu dəyişir. Təsriflənməyən formaları istəyir bizdən. Cavab olacaq A variantı. Uşaqlar, bu qədərdir. 31-dən 60-a kimi də çəkdim. İnşallah davamını da çəkəcəm.